Bəşəriyyət gözünü səmaya dikib xilas axtararkən, əsl təhlükə ayağımızın altında oyanır. 1995-ci il planetimiz üçün ölümcül bir geri sayımın başlanğıcı oldu. Həmin il yerin fırlanmasında anomaliyalar başladı. 1998-1999-cu illərdə isə ağla sığmaz bir hadisə baş verdi. Yerin daxili nüvəsində kəskin sıçrayış qeydə alındı. Nüvə Qərbi Antarktidadan Taymır yarımadasına doğru yerini dəyişdi. Bunun nəticəsində mərkəzdən qaçma qüvvəsi artdı və maqma kəskin şəkildə yer səthinə doğru qalxaraq litosferi daxildən yandırmağa başladı. Planetin dərinliklərində qaynayan bu enerji eksponensial olaraq artan dərin fokuslu zəlzələlər və oyanan vulkanlarla özünü göstərir. Ən dəhşətlisi isə odur ki, bu proseslər 2036-cı ildə yerin ən nazik qabığı olan Marian çökəkliyində maqmanın okean suları ilə toqquşaraq planetar miqyaslı bir partlayışa səbəb ola biləcəyinə işarə edir. Yerin bu qlobal miqyaslı daxili yanğından xilas olmaq üçün yeganə çıxış yolu onun təbii soyutma sistemi olan Dünya okeanıdır. Lakin biz bu mexanizmi öz əllərimizlə məhv etmişik. Sulara atılan milyonlarla ton plastik tullantı okeanın turşulaşması nəticəsində nanoplastiklərə parçalanır. Bu mikroskopik sintetik polimerlər okeanın istilik keçiriciliyini bloklayır. Yerin təkindən gələn istilik kosmosa yayıla bilmir və okeanlar sözün əsl mənasında qaynayır. Nəticədə atmosferə atılan nəhəng su buxarı payı dağıdıcı qasırğalara, bir tərəfdə qorxunc daşqınlara, digər tərəfdə isə cəhənnəm quraqlıqlarına səbəb olur. Lakin bu görünməyən təhlükə yalnız okeanların dərinliklərində qalmır. O, həyatımızın hər anına sızıb. Dünya dəyişir və biz bunu hiss etmədən yaşayırıq. Görünməyən bir təhlükə. Həm planetimizi qaynadan, həm də daxilimizi zəhərləyən nanoplastiklər artıq insan bədəninə daxil olub. Hər gün istifadə etdiyimiz məhsullar, hər gün nəfəs aldığımız hava, hər gün içdiyimiz su səssizcə bədənimizə daxil olur. Bu sadəcə plastik deyil. Bu, görünməyən bir işğaldır. Alimlər artıq bunu təsdiqləyir. İnsan qanında, insan orqanlarında plastik tapılıb. Amma ən qorxulusu budur ki, biz onu görmürük, biz onu hiss etmirik. Amma o, səssizcə bədənimizə daxil olur. Qlobal iqlim dəyişmə dövründə iqlim fəlakətlərinin sürətlənməsinə təkan verən nanoplastik hər bir insana və bütün bəşəriyyətə toxunan qlobal problemdir.